Həzrəti İbrahim necə haqqı tələb etmək israrlı, eləcə də qeyrətli. Görün qeyrətə baxırsınız. Həzrəti İbrahim yola düşür, Misirdən keçib getməlidir Fələstinə. Sara xanımı aparırdı, xanımıdır. Bir dənə sandıq üzə. Açıq-saçıq deyirlər ki, Həzrəti İbrahimin yoldaşı. Bağlı idi, hicablı idi. Amma yenə dözməyib, bir sandıq düzəldir. Sara xanımı sandığın içində gizlədir. İndi gəlir Misirə, Misirin sərhədində bunu saxlayırlar. Misir hakim də qanun qoyur. Kim Misirə daxil olursa, nə qədər malı varsa hesablanacaq, onda biri mənim. Nə qədər mal aparırsan, indi gömrükdə işləyənlər o Misirin sərhədində dayanan Misir hakiminin işçiləri başladılar Həzrəti İbrahimin mallarını ötməyə. Mallarına baxdılar, qoyunlarına baxdılar, hamısı gəldilər sandığa saxlayırlar. Dedilər, bu nədir? Həzrəti İbrahim görün nə deyir? Deyir, hesabla bunun qızıl gümüş olsa bunun içində nə qədər? Hesabla mən bunun onda birini verəcəm, amma içinə bax. Bu sandıqdır, sən bunun için qızıldan dəyər, gümüşdən böyle dəyər yoxdur ki, fərz elə ki, bunun içində qızıldır. Gümüşlü onda biri mən verirəm, hesabla mən verim. Mən rahat olacağım, nə deməkdir? Bu nə qoymur açma? Maraqlıdır, insan qadağa olan şeyə istəyir, baxsın, görsün, nə var ki, burada bu qədər əhəmiyyət verir. Bunlar çox ısrar elədi, Həzrəti İbrahim çox ısrar elədi. Artıq məcbur elədilər. Həzrəti İbrahim açdı sandığı, dedi, bu mənim xanımım. Həm mənim xalam qızımdır, həm də mənim xanımım. Bu gönlü işçi narahat oldu, həm də təəccübə gəldi. Dedi, bu nə təfəkkür təəccüb? Camaat arvadını göstərir, camaat baxmır xanımı necə geyinir, qızı necə geyinir. Bu neyinir? Allah ekber, bu nə təfəkkür tərzidir? Bu nə cəmiyyətimizdə qızılın, gümüşün gizlədir, ona dəyər, arvadını qoyub çöldə. Qızılın, gümüşün elə yerdə banklarda qoyub baxılmasın, yəni arvadına o qədər dəyər vermir. Qoy arvadına başqa kişilər baxsın, vecinə deyil. Gönlü üstüdür ki, mən belə sizi qoymuram, icazə vermirəm. Gedim Misirin hakiminə xəbər verim sonra. Misirin hakimi deyirlər, Misirin hakimi deyir ki, gətirin o sandığı mənim yanıma. Bağlı halda içində Sara xanım onu gətirin, tək gətirin. Görün Həzrəti İbrahimdən. Dedi, bu sandıq o vaxtı tək gedər hakimin qazı qədər mən ölüm. Məni öldürün, sonra bu sandığa apar. Bu Həzrəti İbrahimin yoludur. Quran deyir, Usvetul Həsənə. İbrahim sizin nümunədir. Hələ hicabından əlavə istəmir də kimsə görsün. İbrahim dedi, gələk məni öldürəsiz. Məni öldürəsiz, sonra sandığa aparasız. Getdilər hakimə dedilər ki, o şəxs bunu deyir, dedi, ikisini də gətirir. Gəldilər hakimin yanına. Hakim dedi, açın sandığı. Həzrəti İbrahim dedi, bütün varımı verim. Bütün malımı verəm, əl vurum sana. Nəyim var, hamısını verirəm. Amma o sandığı əl vurum. Hələ bizə nə olur? Hələ bir dənə zalim durub deyib ki, hicab qadağası var. Biz hicaba qədər qoymuşuq. Bəziləri keçiblər duaya. Burada bir nöqtə var, dua nöqtəsi də var. Hicab qadağada dərhal barışır. Hətta zalim hakimiyyətlər biz hökumətlə hökumət eləyənmərik, da deyibsə qızımızın başına sal göndərək. Sən İbrahim yolu getmirsənsən. İmam sen yol getirmirsən. Nə tez günahla barışdın, nə tez zillətlə barışdın. İbrahim hər şeyin verir, nəinki başı xanımın hicabı asılacaq, sandığın ağzı asılacaq. Bir hər şeyini verirəm ki, bir göz naməhrəm gözü dəyməsin xanımıma. Bir fasiqin gözü dəyməsin. Napakin gözü dəyməsin xanımıma. Nəinki onun hicabını asılacaq şey dedim, sandığı açma nəyin var verim. Şah narahat oldu, hakim də imkanlı adamdır, bunun pula ehtiyacı yoxdur ki. Dedi, yox, açılmalıdır. Həzrəti İbrahim ısrar elədi, hakim bir açılmalı. Axır məcbur elədilər, sandığı açdı. Həzrəti İbrahim dedi ki, mənim xanımımdır. Sara xanım mənim xalam qızdır və xanımımdır. Hakim əlini uzadırdı xanıma, Həzrəti İbrahimə. Duanın yeri buradadır. Görün nə qədər mərhələdən keçdi. Dedi, ilahi, xanımıma ki, hakim uzadıb əl, onu saxla. Hakimin əli yerində dondu qaldı. Onu tərpənir, nə qala nə qala. Duanın yeri bax bura əzizim. Hicab qadağası çıxan kimi bu sözləri deyəsən ki, Allah həll eləyəcək, ilahi dua eləyib məsə həllinə, bu İbrahim xətti deyil. Sona qədər mübarizə apar, nəyə gücün çatır onu elə, sonda gücün çatmayanda dua eləyərsin. Amma tam əksinədir. Tam əksinədir, bəziləri ancaq dua ilə görürlər. İmam Hüseyin ağa dua eləyənməzdir, Yezid məhv nabid olsun. Bəyəm Həzrət İbrahim dua eləyənməzdir. Axı bu sünnət deyil. Axı bu Allahın qoyduğu qayda qanunlara uyğun gəlməyir. Sənin də içində bəzi narahatçılıqlar var, bəzi qorxular var, bəzi nə bilim nələr var, məhəbbətlər var. Ona görə bu dini qoyasan, dua dini, yalnız dua edin məsələ həll etsin. Bu Quran xəttinə uyğun gəlmir. Bu Həzrəti İbrahimin xəttinə uyğun gəlmir. Bu İslam peyğəmbərinin xəttinə uyğun gəlmir. Dua hardadır? Müqavimətli elə, mübarizə apar. Meydanlarda ol, haqqını tələb elə son anına qədər. Malını da ver, canını da ver. Gördün hər şey gücün çatmır. Həzrəti İbrahim necə dua elədi, onda dua edərsən. Deyərsən ilahi, bu zalim rejimin əlin kəsizab. Nə qədər ki sən varsan, mən varam, dindar var, Allah sevən var, Allah sevgisi iddiasında olanlar var.
Hələ biz heç nəyimizi verməmişik duaya nə düşmüşük? Məsələn Allah Taala səni nə üçün yaradıb, məni nə üçün yaradıb, imtahan üçün yaradıb da görüm malımdan, canımdan keçəcəm, keçməyəcəm. Hakimin əli qurudu qaldı. Dedi İbrahim, sənin Allahın elədi bunu belə. İbrahim peyğəmbər dedi, bəli, mənim Allahım. Allah qeyrətliləri çox sevir. İbrahim. Qeyrət bir kişi xüsusiyyətidir. Keçən bəhsədə eləmişdik. İstəyir kafir olsun, istəyir mömin olsun. Kimizə qeyrəti varsa Allah xüsusiyyəti bəyənir. Həzrəti İbrahim də qeyrət göstərmə, qeyrətin bir simvoludur. Təsəvvür edin, baxın fikiriniz. Dedi Allah Taala qeyrətli kişiləri sevir, günahı da pis bilir. Ona görə sənin əlini qurutdu. Dedi onda Allah'a dua ilə mənim əlim düzəlsin, daha bu işi görmərəm. Həzrəti İbrahim dua elədi, hakimin əli qayıtdı, təzədən yenə də əli uzatdı. Yenə də Həzrəti İbrahim dua elədi, əli dondu qaldı. 3 dəfə təkrar olundu. 3 dəfə təkrar olundu bu hadisə. Axırda hakim dedi ki, Allahımdan istə mənim əlim açılsın, quruyub qalıb, əvvəlki vəziyyətinə qalsın. Həzrət İbrahim dedi ki, bir şərtlə ki, yenidən cəhd dedi, bir də bu şərtlə dua elə. Bu şərtlə Allahdan istə ki, mənim əlim bu halda qalmasın. Əvvəlki vəziyyətinə qalsın, mən də işim yox. Həzrət İbrahim dua edir. Hakim gördü ki, belə bir şəxsiyyətdir. Həm bunun qeyrətinə vurğun olur, həm bunun şəxsiyyətinə, həm bunun Allahına hakim əvəz oldu. Həzrət İbrahimin dinini qəbul etdi. Üzrxahlıq elədi.